Biz hal-hazırda Mingəçevir Şəhidlər Muzeyindəyik. Şəhid İskəndərov Niyazinin anasıyam. Mən də istəyərdim ki, Mingəçevirdə muzeyimiz təmir olunsun. Biz uşaqlarımızın şəklini ürəklə, səliqəli gətirək qoyaq uşaqlarımızın şəklini. Hamı, heç kim evlərə dənə-dənə getmək olmur da. Yəni gələnlər olur, sağ olsunlar. Allah köməkləri olsun şəhidləri axtaranların. İstəyirik ki, uşaqlarımızın şəkli muzeydə olsun. Gələn hamı şəhidlərə gəlir, şəhidlərdə görsünlər, muzeydə görsünlər bizim uşaqlarımızın şəkillərini. Nəmişlikdir, hamısı qopub tökülür. Çox pis vəziyyətdədir. Düzdür, təmizliyinə söz yoxdur. Təmizdir, səliqəlidir. Biz də istəyirik ki, uşaqlarımızın şəkilləri belə səliqəli yerlərdə olsun. Gələn gəlsin, baxsın, ziyarət eləsin, getsin. Mən Məmşova Qumru, Məmşovumuzla İlvaroğlu anasıyam, şəhid. 44 günlük müharibənin şəhididir falan. Bugün sabah dünyamızı dəyişəndə ki, uşaqlarımızın əşyasını hara eləyəsinik? Yəni 3-dür, 5-dir, hər neçə dənə əşyası varsa əlbəttə ki, muzeydə olsun. Muzey gözəl bir şeydir. Muzey elə bir şeydir ki, yəni orada heç bir çöp də itə bilməz. Onun qədri həmişə bilinəcək. Ona görə də yəni əlbəttə ki, istəyərəm ki, yəni gətirib uşaqlarımızın əşyalarını qoyaq. Balamın yəni çox elə əşyası yoxdur, amma inanın ki, yəni heç bir yerə verə bilmirəm. Özüm mədəniyyət işçisi, rəsm qalereyasının əməkdaşıyam. Oğlum Fuad Şöhrətoğlu Xankişiyev 2020-ci ilin noyabrında şəhid olub Daşaltıda. Mən özüm mədəniyyət işçisi olaraq mən istəyirəm ki, bu şəhidlər muzeydə mədəniyyətin balansındadır. Çox xahiş edirəm Mədəniyyət Nazirindən ki, uşaqlarımız üçün bura xatirə muzeyi açılıbdır, çox sağ olsun. 1992-lər üçün açılıbdır. Yəni kimlər bilərdi ki, 2020-də müharibə olacaqdı, təzədən bizim balalarımız şəhid olacaq. Ona görə də yerləşmirlər. Yəni burada ancaq 1-ci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri saxlanılır. Yəni biz də istəyirik ki, bizim də balalarımızın burada yer olsun. Çox xahiş edirik, bu muzeyə bir baxış olunsun, balansa keçirilsin, yəni bunun haqqında bura muzey biraz genişlənsin, çox xahiş edirik. Yəni biz əşyalarımız evdə qalıbdır. Yəni istəyirik ki, bizim də muzeyə, şəhidlər xiyabanına gələn qonaqlar muzeyə girəndə istəyirik ki, bizim də balalarımızın əşyaları burada olsun, xatirə kimi. Çox xahiş edirik Mədəniyyət Nazirindən ki, bu işə bir əlac eləsinlər. Antiterror şəhidi Tağzadə Cahangirin anası. Mən də bu muzeyin təmirini olmağını istəyərəm. Şəkilləridir, əşyalarıdır, fərqi yoxdur. Şəhidlər hamımızın şəhididir. Yəni bu muzey təmir olunsun, biz də əşyalarını zada gətirib qoymağa hər saat evə gəlinmir. Amma muzeyə tez-tez yad eləyirlər. Ona görə də bu muzeyin istəyirik yaxşı olsun, bərpa olsun. Biz də yəni əşyalarını gətirək qoyaq. Bizim də balalarımızın əşyaları olsun.